təsiri olmaz. Təsiri yoxdur, bəli. Təbii şəkildə aşınma baş verir. Yaxşı. İndi fikir verin. Bəli. Baxın, deyir ki, fiziki aşınma. Fiziki aşınma səhralarda olar. Subtropikin aralıq dənizində səhra olmur. Oranın təbii zonası gödyarpaqlı meşə və kolluqlar olur. Meşə və kolluqlar. Bilirsiniz nədir? Bu limondur, feyxuadır, bax bunlar. Bəli. O yarpağın üstünü görmüsünüz, güzgüvari effekt bağlayır o limonduza. Aydındır. Hə, o keçən dərs siz eləmişsiniz, o yadımda qalır. Bəli. Niyə? Baxın, qış aylarında siz o limonun yarpağına fikir versəz, biraz bürüşüb qalır. Elə bir ki, o güzgülü itir. Niyə? Çünki qış aylarında o rütubəti yığır. Mülayim havanın gətirdiyi rütubəti yığır. O qapaqcıqlar açılır yarpağın üstündəki rütubəti yığmaq üçün. Yay aylarında tropik gələn kimi o qapaqcıqlar bağlanır, yarpaq düppədüz güzgüvari formanı alır. Güzgü effekti yaradır və buxarlanmanı yarpağın günəş tərəfindən yarpağın daxilindəki suyun buxarlanmasının qarşısını alır. Bəli, bəli. Bax bu idi. Fiziki aşınma da təbii ki, subtropikin aralıq dənizində olmaz. Olmadığı üçün bu səhv variantı götürürük. Buxarlanma ilə buxarlanma qabiliyyəti arasındakı fərq çox azdır. Buxarlanma ilə buxarlanma qabiliyyəti arasındakı fərqin çox az olduğu ərazilər, belə deyək, çox rütubətli ərazilərdir. Yayı da, qışı da gərək rütubətli olsun bu ərazilərdə. Məsələn, bax, buxarlanma qabiliyyətindən buxarlanmanı başa salaq bir. Bax, gəlin belə deyək. Elə bir ki, bir boş qazanı, qazın altını təmiz açmışsınız, boş qazanı götürüb qoymuşsunuz qazın içinə. Boş qazanın içinə gəl. Bəli. Boş qazanın içində su yoxdursa, orada buxar yarana bilər. Xeyr, yox. Yox. Amma temperaturun buxarlanma qabiliyyəti var. Yəni su olsaydı buxarlandıra bilərdi. Düzdür? Bəli. Demək, buxarlanma qabiliyyəti sudan asılıdır. Bəli. Üzr sahib. Buxarlanma qabiliyyəti temperaturdan asılıdır. Bəs buxar nədən asılıdır? Bax, nə qədər isti olur olsun. Bir ərazidə su yoxdursa buxar yarana bilər. Yox. Demək, buxarın olması üçün həm istilik, həm su lazımdır. Amma buxarlanma qabiliyyəti üçün istilik kifayət eləyir. İstilik varsa, orada buxarlanma qabiliyyəti var. İsti və su varsa, orada buxar var. Aydındır? Bəli. İndi buxarlanma ilə buxarlanma qabiliyyəti arasında fərqin az olduğu ərazilər gərək həm isti də olsun, rütubət də olsun. İkisi də olsun. Düzdür? Bəli. Məsəl üçün, nə qədər istilik varsa, o qədər də su olsun ki, buxar olsun, buxarlanma qabiliyyəti və buxar eyni səviyyədə olub bir-birindən çıxarında araya fərq az qalsın. Amma biz buna baxırıq, görürük ki, belə bir şey, məsələn, subtropikdə olmur. Çünki subtropikin qışı zaten mülayim rütubətlidir, yayı tropikdir, yayı isti qurudur. Bu fəsillərdən asılı olaraq dəyişir. Bütün il boyu belə bir hadisə baş verə bilməz. Deməli, 4-ü də götürürük onda. Bəli, 4 də doğrulaşır. Yəni, səhv olan olacaq. İndi baxın. Gecə-gündüzün adi növbələşməsi müşahidə olunur. Gecə-gündüz bir dənə harda müşahidə olunmur. Bax, bu bizim olsun nəyimiz? Sıfır xəttimiz. Bax, ekvatordan şimala doğru dəqiqə zaryatka. Ekvatordan şimala doğru. Bəli.
Enliklər gedir. Baba 0-dan 90 şimal enliyinə qədər enliklərdir. 0-dan 90 cənub enliyinə qədər cənub enlikləridir. İndi burada deyir ki, gecə gündüz adi növbələşir. Gecə gündüz baba bu 66.5 şimalla 66.5 cənub enliyi arasında baba bu hissədə. Gecə gündüz həmişə müşahidə olunur. Eyni Amma olmalı. bizim 66.5-dən 90-a qədər olan hissələrimiz var ki, 3 ay gecə, 3 ay gündüz olur. Bir gün gecə, bir gün gündüz olur. Yəni gecə ilə gündüzün növbələşməsi sutku ərzində pozulur. Aydındır. Bax bu ərazilər var. İndi bunun dərinliyinə geçsəm çox uzun keçəcək. Sadəcə əzbər çalışın, yadda saxlayasınız. Oldu mu? Müşahidə olunur. Aha. Ha, o da düzdür, amma biz o götürmürük də. Bəli, bu gecə gündüz adi növbələşməsi müşahidə olunur deyir. Bu doğru fikirdir. Doğru fikrin üstündən xətt çəkirik. Bax 5 səhv oldu. Doğru fikir olduğuna görə doğruları silirik. Bax burada 5 var. Burada 5 var. Burada 5 var. Bax bir dənə 5-i bilməklə 3 dənə variantı sildiniz. Hə, siz burada nə qaldı? Bax 1 2 4 1 2 4. Demək 1 2 4'lər ikisində də doğrudur. 6 ilə 7-yə baxmalısınız. Hansının səhv olduğuna. İndi 6'da deyir ki, fəsillər aydın müşahidə olunur. Bax, bu Azərbaycan kimi ərazidir. Azərbaycanda fəsillər aydın müşahidə edə bilirik. Əlbəttə edə bilirik. Bəli. Deməli biri də İndi baxın, deyir ki, fəsillər aydın müşahidə olunmur. Demək bu səhv fikirdir. Əslində fəsilləri aydın şəkildə müşahidə edirik. Hələ bizə də səhv fikir lazım idi. Bax 6 da səhvdir. 1 2 4 6 D variantı. 3 də bizdə müəllim. 3-ü müəllim. 3-ü götürürdük 3. Bəli. Fiziki aşınmanın qiyməti daha çoxdur. Fiziki aşınmanın qiyməti daha çoxdur. O səhv fikirdir. Fiziki aşınma səhralarda olur. Subtropik Aralıq dənizində olur. Aydındır. Bəs 3 düşməyib bunlara. Səhv fikir bunların arasında. Fərqi yoxdur. 3'ü götürməyə də bilər. Bu tip suallar çaşdırıcı suallardır. Ona görə silə-silə tapırsınız. Yəni bu suallarda bunu bilsən nəyə görə belə verir? Sən beynini qarışdırır ki, bu 3'ü verməyibdi, amma 3 səhv cavabdır axı. 3'ü niyə götürməyib? Götürməyə bilər. O nə vaxt səhv eləyə bilər? Heç bir variantda 3'ü qoymasa onda səhv eləyə bilər. Cavab kateqoriyalarında o 8 dənəsi 8-də istifadə olunmalıdır. Amma o demək deyil ki, mütləq düzgün cavabda 3'ü verəcək. Hə, başa düşdüm. Aydındır. Bax, codyarpaqlı həmişəyaşıl meşə və kolluqlar. Bax, dün yuxarıda yazmışdım. Bax, fikir verin, codyarpaqlı meşə və kolluqlar. Bax, həqiqətən də codyarpaqlı meşə və kolluqlar subtropik iqlimdə olur və qəhvəyi torpaqlarla seçilir. 7-8. Bax, bunlar doğru fikirdir. Bunların üstündən xətt çəkirik. Bizə bir dənə 1, 2, 4, 6 qalır. Bəli. Bunu tam başa düşmürsünüzsə, bunu beynimizə yığıb... Başa düşdüm. Hə, beynimizə yığmaya ehtiyac yoxdur. Çünki ondan sonra o birisi suallara baxıb o birisiləri yadda saxlamamız daha məsləhətlidir. Yox, aydındır. Başa düşdüm o sualı da. İndi keçid alırıq. Bax. Cədvələ əsasən suxurların mənşəyi. Bu 21-ə baxmışdıq, eləmi? Çaydaş komisyonu. Hə, baxmışam. Qeyd götürmüsünüz bunda qırıntı ilə bağlı. Qırıntı ilə bağlı qeyd çox güman ki götürmüşəm. Bir dənə baxım. Texniki suxur qırıntı.
Bir dənə qeyd götürmüşəm onu ki, sıxır qırıntı, yerdən çıxan təbii daşlar, Aha. neft, qaz, mədən. Bu da ola bilər. Sonra Çay daşı, qum, çınqıl. bəli. Bax, qırıntı köçmə. Çay daşıdır, qumdur, çınqıldır. Bax, bunlar necə yaranır? Çayda, bax, su çay daşını gətirir, o birisi daşa çırpır. Orada çınqıl yaranır. Bəli, Sonra səhrada istinin təsiri ilə, fiziki aşınmanın təsiri ilə qum yaranır və yaxud çayda o qədər daşlar bir-birinə çırpılır ki, o qədər xırdalanır ki, elə bax qum gəlir çaya. Bir də çay Bəli. daşıdır da, böyük çay daşları çırpılaraq bir-birinə balaca çay daşları yaranır. bəli, Yəni bu köçmə çuxur olacaq da, qırıntısı. bəli. Sonra kimyəvi köçmə çuxurlar var. Bunlar mütləq şəkildə su ilə qarışırlar. Düzdür da, onda gips də qarışır, xörək duzu da qarışır. Bəli, dolomit də qarışır. Dolomit özü hələ daş duz kimi bir şeydir. Dolomit. Üzvi köçmə. Üzvi köçmə çuxur. Bax, yanardı. Bu üzvi köçmə. Bax, gəlin bunu belə danışaq da sizlə, tam yadınızda qalsın deyə. Çünki qabaqda da eyni suallara baxacağıq. Heç olmasa burada biraz müzakirə ilə gedək ki, qabaqda təsir eləsin. Bax, üzvülük anlayışı canlıya məxsusdur. Bax, insan öldükdən sonra bədəni sudan ibarətdir da, insan bədəni. Bəli. Baxın, insanın bədəni, belə bir şey eşitmiş olarsınız, insanın bədəni enerjiyə dönür. Gəlin bir müqayisə aparaq. Yəqin ki, fikir vermişsiniz, ən çox ağaçlar qəbirstanlıqda bitir. Təmizləmə olmadan. Yaxşı bitir də, qəbirstanlıqda yaxşı bitir. Bəli, indi baxın, nəyə görə? Məntiqi axtarmaq lazımdır. Niyə qəbirstanlıqda yaxşı bitir? Baxın, bizim bədənimizin 85% sudur. Suyun tərkibini biz ayıranda H2O, hidrogen oksigendir. İnsan niyə oksigensiz yaşaya bilmir? İnsan niyə oksigen qazı ilə daha çox yaşayır? Çünki bədənində o elementdən var. Bədənimizdə karbon qazı olsaydı, biz karbon qazı ilə nəfəs alardıq. Bədənimizin yaranışında hansı maddə daha çox istifadə olunubsa, biz də o qazlardan istifadə edərək nəfəs alırıq. Hidrogen qazı ilə oksigen qazı birləşib suyu yaradır. Su da insanın bədəninin 85%-dən çoxunu təşkil edir. Biz öldükdə bədənimizi ki o torpağa qoyurlar. O torpaqda üstümüzü örtürlər, qaranlıq dövrə qərq oluruq. Orada bədənimiz parçalandıqca su bədənimizdən ayrılır. H2O, hidrogen, oksigen. Biz də bizim bu bədənimizi saxlayan günəş enerjisidir. Hidrogen, oksigen, bir də günəş enerjisi. Qaranlıq dövrdə qalanda başlayır enerjiyə çevrilməyə. Baxın, belə bir şey deyim. Bəlkə müşahidə etmisiniz. İşığı yandırıb heç yuxuya getmisiniz. Bəli. İşıq yanılı qala evdə yuxuya getmisiniz. Bəli. Bir də işıq sönülü ola. Qaranlıq otaqda yatmışsınız. Hansı halda rahat istirahət eləyə bilmişsiniz? İşıq sönülü olanda. Səbəb nədir sizcə? Baxın, bədənin çox hissəsi sudur. Bədənin su tutumu çox olduğuna görə
Su o dəqiqə enerjini udur. Gün boyu gəzirik. O ki, günəş enerjisini bax, o su udur, bədənimizdəki su. Biz gəlirik, uzanırıq, qaranlıq dövrdə qalanda o axşam bədən inkişaf eləyir, özünü bərpa eləyə bilir. Amma biz axşam işığı yandırırıq. O şüa ki bizə təsir göstərəndə, biz o işıqda yatıb şüa bizə təsir göstərəndə biz istirahətimizi kəsmiş oluruq. Bədən həmən şüanı götürməyə davam edir. Bədən yorulur da enerji almaqdan. O enerjini dincə qoymaq lazımdır. Ona görə o yatma vaxtında biz mütləq şəkildə qaranlıq dövrə qərq olmalıyıq. İnsan da bax enerji toplayıcıdır. Ona görə qəbirstanlıqda bax bədən çürüyüb, oradan H2O, hidrogen, oksigen, bir də günəş enerjisi ayrılıb qaranlıqda qalanda o çevrilir gübrəyə və yaxud həddindən çox dərinlikdə qalanda o çevrilir yanacaq mənşəli torfa, neftə, qaza. Məsələn, bizim bədənimizin çürüntüsü milyon illər ərzində qaranlıq dövrdə qalanda neftə, qaza da çevrilir. Bax, bugün neft zad işlənilir ha. Bəli. 100 min il bundan qabaq yaşamış canlıların qalıqlarıdır ki, çürüyüb, yığılıb bir yerə. Qalıqlar, onların bədənindən ayrılan hidrogen, oksigen, yəni su, günəş enerjisi sızılıb bir yerə yığılıb, qaranlıq dövrdə qalaraq nefti, qazı yaradır. Bədən üzvü, canlı aləmin bədən quruluşu, istəyir bitki olsun, istəyir heyvan olsun, istəyir insan olsun, su çoxdur. Bunların üzvü aləm deyirlər, bax, bunların köküntüsünə. Bədən çürüyüb, köküntü yaradanda deyirlər ki, üzvü köküntülərdir. Aydındır? Bəli. Bəli, onlar da yanacaq mənşəli faydalı qazıntı yaradır. Bax, torf, neft, təbii qaz. Və yaxud gübrə yarada bilir. Bax, ona görə qəbirstanlıqlarda ağaçların kökü o enerji gübrəsindən qidalanır. Hidrogen, oksigen və günəş enerjisindən qidalanır və daha çox inkişaf edirlər. Ona görə bax, qəbirstanlıqlar təmizlənmədikdə tez bir şəkildə ot bitir, tez bir şəkildə ağac böyür orada. Hamısı onun kökündən aldığı enerji ilə bağlıdır. Aydındır mı? Aydındır, bəli. Bax, Avropada yeni bir şey çıxdı. Dedilər ki, bu ölülər öləndə ölülərin üzərinə baş daşı qoymaq əvəzinə şey qoyulsun. Ağac əkilsin. Əslində doğru bir təsbitdir. Niyə? Çünki o bədəndir, ruh öldün getdin, bədən bir cismani olaraq çürüyür, enerjiyə çevrilir. Yəni orada heç nə qalmır da, sümüklə çürüntüdən başqa heç nə qalmır. Ruh getdi. Yəni o can ağaçda yaşayır. O enerji elə bir ağaçda yaşayır. Başqa bir enerji maddəsinə çevirir. Bax, bu prosesdir hamısı. Ona görə də üzvü kökmə suxur dedi, torf, neft, təbii qaz, yanar, şist, daş kömür. Bunları götürürük. Yanarlar. Metamorfik, metaforum. Meta daxil deməkdir. Forum, daxilin dəyişilməsi. Daxilin dəyişilməsi temperatur və təzyiqlə gedir. Təzyiq nədir? Bax, tutaq ki, gəlirsiniz mənə, bax, buradan bir toxunuş vurursunuz. Siz mənə əslində təsir göstərirsiniz. Vurdunuz, təsir göstərirsiniz. Bəli. Bu anlayışa deyirlər təzyiq. Bax, təsir, təzyiq. Bax, özünüzdə sadəcə əlinizi bir-birinə bu şəkildə sürtün. Nə hiss edirsiniz? İsinmə. İsinmə. Baxın. Bəli. İki ağır cisim bir-birinin üstündə təsir eləyib, bax, sürtünmə baş verdikdə ortaya isinmə çıxır. İndi siz təsəvvür edin ki, biz sadəcə az bir güclə, bu sürtünməni yaşayırıq, isinmə təsir görür, isinmə ortaya çıxır. İndi çox güclə bunu etsək, böyük iki cisim bir-biri üzərində ağır təzyiqlə, ağır təsirlə bunu etsə, orada çıxan isinmə və o isinmədən
ərimə prosesi nəticəsində dəyişilmə baş verir. Buna deyirlər metafor. Daxilin temperatur və təzyiq nəticəsində dəyişilməsi. Aydın olur. Bəli, bəli. Bəli. Bax orada baxın. Qum daşı belə bir təsirə məruz qaldıqda kvarsitə çevrilir. Kvarsit. Qranit var. Qranit. Lava suxurudur. Lava yerin daxilində qalıb havasız şəkildə soyuyanda qranit olur. Qranitin üzərinə baba təzyiq dəyib çevriləndə bu olur qneys. Qneys. Granit olur qneys. Bəli. O gün demişdim, almaz nədən çevrilirdi? Daş kömürdən. Daş kömür. Ama pramoy daş kömürden yok. Birinci daş kömür çevrilirdi. Daş kömür. Birinci çevrilirdi neye? Grafite. Grafit de çevrilirdi almaza. Bak fikir verin. Bəli. Bəli. Bak çevrilme budur. Sonra magma necə yaranır? Bak lava soyur magmaya çevrilir. Bərk çuxura. Bak bugün elimizde olan demirdir, alüminyumdur. Bu metallar vulkandan çıxan lavanın soyması nəticəsində yaranır. Demir filizi. Bəli. Bak o metallara biz deyirik filizler. Filiz. Metal filizi. Bakın. Bir lava vulkan püskürərək çıxıb hava ilə qarışıb soğuya bilər. Hava ilə qarışan lavaya deyirik ki, efuzif maqmatik suxur. Çünki hava ilə qarışır. Hava ilə qarışırsa yüngül olur. Hava ilə qarışırsa su keçirdir. Çünki suyun tərkibində də hava var deyə, eyni element var deyə. Hava ilə qarışmış o maqmatik suxurda, yəni efuzif suxurda suyu keçirdə bilir. Bəli. Bəli. Bax ona görə deyirik ki, qranit məsəl üçün bir hava ilə qarışıb çıxan suxur. Buna deyirlər efuzif maqmatik. Bir də var lavadır. Aşağıdan gəlir, yer üzünə çıxa bilmir. Yerin daxilində soymağa başlayır. Havasız. Hava qarışmadan soyursa, bax buna deyirlər intruziv. İntruziv suxura 2 dənə suxur daxildir. Əsaslar qranit, bir də qabro. Efuzif suxura isə, efuzif suxura. Buradakı pemza və bazalt daxildir. Yəni buradakı pemza, bazalt intruziv yox, efuzif olmalıydı. Bizə də səhv verilən deyir, səhv veriləndə 5 olur. Y variantı. Aydındır. Bəli. Vəssalam. Keçək bura. Bunu birbaşa əzbərləməlisiniz. İndi bu əslində belə deyək. Mən bu bir saat yarımda sizə tarixdən bir video atacağım. Baxa bilərsiniz o videoya. Bəli, baxaram. Bu arada boşluğumuz olacaq da. Mən indi digər dərsə qoşulana siz ona baxarsınız. Sonra qeydləri çıxardarsınız ondan da. Yaxşı. Problem yoxdur, atarsız baxaram. İndi fikir verin. 22-ci sualımız deyir ki, Avrasiya materikinin mavik təbii zonalarında yerləşən uyğun ucqar nöqtələri seçin. Keçək görək Avrasiya materiki haqqında nələri bilməliyik? Bir qısa şəkildə Avrasiya materikindən danışaq. Bax, dünyanın sahəcə ən böyük materikidir. Avrasiya materiki 2 qitədən ibarətdir. Biri Asiya qitəsidir, biri Avropa qitəsi. Gəlin bunu burada baxaq. Mən sizə qeyd verə bilim.
Bax görürsünüz bu materiki. Bəli. Bu dünyanın en büyük materikidir. Bax bu dünyanın en büyük materikidir ve sahəsi 54 milyon kvadrat kilometrdir. Bu materikin bax bu hissədən bax bu hissəsi Avropa qitəsi olaraq bilinir. Avropa. Avropa təqribi olaraq kvadrat kilometr 4 milyon kvadrat kilometrdə bu tərəfə düşür Asiyaya. Asiya ərazisinə düşür. Bax bunun 3 tərəfi su, bir tərəfi materikə birləşik olan yarımadalarıdır. Həmən yarımadalar hansılardır? Bax Hindistan. 1. Bax Ərəbistan. 2. Bəli. Bax Hindi-Çin. Hindi-Çin. Bax burada var aşağı doğru uzanan Malakka yarımadası. Bunlara bakarsınız. Bax Koreya yarımadası. Bax burada Kamçatka yarımadası. Burada Çukot yarımadası. Görebilirsiniz mi? Bəli, görürəm. Bax bu hissədə Taymır yarımadası. Burada Yamal, burada ise Gıdan yarımadası ortada. Bak burada Kola yarımadası. Kola. Burada Skandinaviya yarımadası. Bak fikir verin. Gördünüz. Şimdi koyup bunun üzerinden silim tam görəsiniz. Skandinaviya yarımadası. Burada bakın baba bu hissədə. Görürsünüz buranı. Bir dəqiqə. Bəli. Bak buradakı Jutlandiya yarımadası. Bak burada Fransa'ya məxsus olan Bretan yarımadası. Bretan. Burada baba Piriney yarımadası. Appenin yarımadası. Balkan yarımadası. Türkiye'nin yerleştiği Kiçik Asya yarımadası. Azerbaycan'a ait olan Abşeron yarımadası. Qartalın burnu. Bəli. Bəli. Bax bu Avrasiya materikin yarımadalarıdır. Avrasiyanın 4 dənə ucqar nöqtəsi var. 1. Şərq ucqar nöqtəsi. Bax burada Çukot yarımadasında Dejnyov. Bax Dejnyov Çukot yarımadasındadır. Çukot yarımadası. İqlimi subarktik iqlimdir. Yəni bunu əzbərləməyiniz məsləhətdir. Çox dərinə girsəm vaxtımız çox gedəcək, istəmirəm. O bir suallara biraz vaxt qalsın. Subarktik. Sadəcə əzbərin çək olmasa bu şəkildə də düşür bu suallar. Subarktik. Subarktikdə baxın. Bu ərazi soyuq olduğuna görə burada yaranan meşələr alçaq boylu və kolluqlardan ibarət olur. Bunlara deyirlər tundra meşələri. Tundra meşələri. Tundra meşələri altında tundra qileyli torpaqlar formalaşır. Tundra qileyli. O demişdi palçıqvari, ayağa palçıq batır. Bəli. Bu biri. Gedirik ikinciye. Bak burada şimal ucqar nöqtəsi. Buna deyirlər Çelyuskin. Hansı yarımadadadır? Taymır yarımadası. Bu
Bu nədir? Bura Arktik iqlimdir. Arktik. Arktik iqlimdə buz səhraları formalaşır. Bax, bir var isti səhralar, isti quru. Bir də var, o qədər soyuqdur ki, hər yer donubdur, buzlaqdan ibarətdir, buz səhraları. Bəli, bəli, aydın. Sonra gəlirik baba bu Malakka yarımadasının cənub hissəsinə. Malakka yarımadasının cənubunda Malakka yarımadasının cənubunda ən ucqar nöqtə Piyay burnu var. Ən ucqar nöqtə o deməkdir ki, materikin ən aşağıda duran nöqtələri, ən kənarda duran nöqtələri. Aydındır. Okeana tərəf olan nöqtələr. Bəli. Okeana tərəf olan nöqtələri. Piyay burnu Malakka yarımadası da yerləşir. İndi baxın, buranın iqlimi ekvatorial iqlimdir. Ekvatora yaxındır da zaten. Ekvator buradan keçir. Burada ekvatorial iqlim. İl boyu rütubətli və istidir. Günəş zenitdə olan məntəqədir. Zenitdə olma 90 dərəcə ilə düşmə deməkdir. Başın üstündədir elə bir ki. Orada dayanmışsansa günəş sənin başının üstündədir. Elə bir ki. Yəni havada düz oradan. Səni böyük bucaqlarla günəş enerjisi alırsan. Və il ərzində 2000-3000 millimetr yağıntı millimetrlə ölçülür. 2000-3000 millimetr yağıntı düşür. Və ümumilikdə hardasa belə deyək, temperatur da ortalama 25-28 dərəcədən aşağı düşmür. İl ərzində. Qış deyə bir şey yoxdur da. İl boyu rütubətli və isti yay ayıdır. Bu piyay və burada il boyu rütubət olduğuna görə deyirlər ki, həmişə yaşıl ekvatorial meşələr. Ekvatorial meşələr özünü göstərir. Həmişə yaşıl ekvatorial meşələr. Yəni. Aydındır. Bəli, bəli. Növbəti. Bir də qaldı bizim qərb ucqar nöqtəmiz. Bax, burada qərb ucqar nöqtəsi var. Qərb ucqar nöqtəsi yerləşir Piriney yarımadasında. Piriney. İndi buna deyirlər, bunun adı Roka burnudur. Roka, yəni burnu. Bu yerləşir iqliminə görə. Bayaqların bir diaqrama baxdıq, subtropik. Bəli, bəli. Subtropik iqlimdə. Özdə subtropikin aralıq dənizi. Və subtropikin aralıq dənizində gödyarpaqlı meşə və kolluq. Gödyarpaqlı meşə və kolluqlar yayılır. Bəli. Gödyarpaqlı meşə və kolluqlar yayılır. Və buranın torpağı qəhvəyi torpaqlardır. Salam. Qəhvəyi torpaqlar. İndi gəlin dördünə də baxaq. Demək, görün ekvatorial meşələr. Ekvatorial meşələrdə bax, cənub. Bu ikidir cənubun qarşısında. Bax, cənubda yerləşən Piyay burnudur. Ekvatorial meşələr. Bəli. Sonra, bax, Arktik səhralar, bu 1-ə 2 oldu. Sonra, Arktik səhralar şimalda yerləşən Chelyuskin burnudur. Chelyuskin, Arktik səhradır. 4'e oldu 1.
Gözyarpaqlı meşə, həmişəyaşıl meşə və kolluqlar qərbdə yerləşən Roka burnu oldu. Roka, subtropikin Aralıq Bəli. dənizi Piriney yarımadasında. Və tundra meşə tundra şərqdə yerləşən Dejnyov burnu oldu. Tundra meşə tundraya. Baxın, ekvatorial meşələrə 2, 1-ə 2, 1-ə 2, 3 dənəsində var. Tundra meşə tundraya 2-yə 3. 3'ə 4-cü uyğun gəldi 4. 4'ə də 1. Bax bir dənə A variantı. Bəli. Salam. Bu sadədir əslində. Suallar əslində çətin. Bəli, Suallar əslində çətindir. sualların çətinliyi də var. Sadəcə bir əzbərləməlisiniz ki, biraz açılışasınız da, belə deyək. Yəni bu keçən ilindir də, düzdür? Bu lap əvvəl ilindir. Yavaş-yavaş hamısına baxaq deyə çalışıram mən. Çətin. Heç olmasa hər qəbuldan bir neçəsinə baxaq ki, tanış gəlsin da, yəni vaxtımız azdır. Bəli. Bir dəqiqə. İndi baxın, bu çaydır da, çay. Bu çayın su axdığı yerdir. Buna deyirlər çayın yatağı. Çayın yatağı. Bəli. O suyun axdığı yer. Çayın yatağı ikinci bir adı ilə adlanır məcra. Yəni çay yatağı normal bir dildə deyirik, coğrafi dildə məcra. Məcra, bəli. Bəli, 3 bax məcradır. Hələ bir dənə 3'ü bilməklə, bax siz 3'ü bilirsinizsə, bir dənə hardadır? A variantında. 3'ə bir dənə, Bəli. bir də çay dərəsi verildir, bax. Məcra ilə çay dərəsi eynidir. Bax 3. 3'də başqa hamısı dəyişik şeylərdir. Ona görə qalanları silirik, A ilə B getdi. Daha doğrusu A ilə B qaldı, qalanları getdi. İndi 4'ə baxın. 4. Baxın, çay suyu artan kimi ilk haranı su basacaq? Çayın qırağın. Hansı olacaq o? 4. Demək 4'ə biz su basar deyə bilərik. Bəli, deyə Suyun bilərik. basdığı ərazi. Bax, 4 su basar. Burada çətin bir şey var. Yox. Baxın indi. Akkumulyasiya anlayışı var. Akkumulyasiya gətirib kökdürülmədir. Məsəl üçün çay hardansa yuxarıdan suxurları parçalayır, gətirib kökdürür. Çayda görürsünüz, bax belə pələkanvari olur. Böyle, böyür hissəsi. Bəli, bəli. Ona deyirlər terras. Çay terrası. Baxın, o Bəli. terraslar, bax, akkumulyasiya nəticəsində bura gəlib kökdürülmə baş verir. Burada akkumulyativ terras yaranmağa başlayır. Terras. Baxın, 2'yə də akkumulyativ terras deyirlər. Yəni ki, o pələkanvari formaya çay gətirib suxur kökdürür. Aydındır? Bəli. 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 Buna akkumulyativ terraslar adı verilir. Baxın, akkumulyativ variantı. terras, məcra, su basar. Bəli. A variantı düzdür. Vəssalam. Burada çətinliyimiz var. Xeyr. Əla. Bu biraz maraqlı sualdır. Çayların hansı ölkələrdən keçməsi? Bunları biraz yaxından baxaq. Görək. Hansı ərazilərdən keçir? Bax, burada demək olar eyni çayları veribdir. Bax, Odra, Visla, Elba, Reyn. Bax, B'də də Reyn, Elba, Odra, Visla verib. Reyn, Odra, Elba, Visla verib yenə. Visla, Elba, Odra, Odra, Elba, Visla. Burada da Neva, Sena. 6 dənə çay veribdi bizə. Yəni sadəcə variantları qarışdırıb. 6 dənə Aydın. çayın yerini bilməklə biz bunu tapa bilərik. İndi
Erodiya badisi nədir? Bax, o gün mən demişdim, çayın başladığı yerə nə demişdik? Mənbəy, Töküldüyü yer mənsəb. mənsəb. Mənsəb bəzən adlandırılır erodiya badisi. Niyə erodiya Evet. badisi? Çay o mənsəbə tökülənə kimi parçalama apara bilirmi? Bəli, apara bilir. Hə, biraz eroziya uğrayır da yolda. Bəli, ona görə deyirlər ki, bax o mənsəbin töküldüyü hissə, o mənsəb ki var ha, ikinci bir adı ilə erodiya badisi, yəni parçalanmış suxurların töküldüyü yer adlanır. Erodiya sözünün mənası elə parçalanma demək. Bəli, Məntiqini anlayırsınız? əlbəttə ki. İndi bu 6 dənə çaya ətraflı baxaq və bizə lazımdır ki, bu çaylar ardıcıl olaraq Şimal dənizinə və Baltik dənizinə tökülsün. Gəlin bir ona baxaq. Baxın, fikir verin bura. Bax, bu Avropa. Avropa ərazisində baba bu hissə Baltik dənizidir. Gəlin bir ölkələrə də baxaq. Bax, Baltik dənizi sahilində yerləşir. Bax, bu Polşa ölkəsi. Paytaxtı Varşava. Bax, burada Bəli. Almaniyada yerləşir. Bax, bu hissəni görürsünüz. Bu Rusiyanın ərazisidir. Rusiyanın Kaliningrad ərazisi var. Kaliningrad. Ha, Rusiya ilə onların arasında əlavə Litva var onun. Bəli, bax, Rusiya bu ərazini Polşadan vaxtilə işğal edib. Aydındır. Baxın, gördünüz. Rusiyanın paytaxtı Moskva. Sonra, Bəli. bax, bu Litva ölkəsi. Litva ölkəsi. Bax, paytaxtı Vilnius. Vilnius şəhəri. Bir dəqiqə. İndi Latviya paytaxtı Riga şəhəri. Bəli. Estoniya paytaxtı Tallinn Tallinn. şəhəri. Bax, Baltik dənizi ətrafındakı. Sonra yuxarıdan bax, paytaxtı Stockholm olan İsveç. Bax, görürsünüz, aşağıda çıxardır. Bax, bunları qeyd eləyərsiniz özünüz üçün. Bəli. Bax, Finlandiya paytaxtı Helsinki şəhəridir. Bax, yaxınlaşdırıram. Bax, görürsünüz, Helsinki şəhəri. Bax, bu Baltik dənizinin içində 2 dənə körfəz var. 3 dənə daha doğrusu. Bax, biri Fin körfəzidir. Bax, bura Rusiya tərəfə doğru. Biri Botnik körfəzidir. Bax, bu da Finlandiya ilə İsveç arasında qalır. Biri də Latviyanın paytaxtı Riga şəhəri və Riga körfəzi. Riga körfəzi sahilində Latviyanın paytaxtı Riga şəhəri yerləşir elə. Bax, bura Baltik dənizi. İndi fikir verin bura. Bax, bu da Şimal dənizidir. İndi Şimal dənizinin ətrafında paytaxtı Oslo olan Norveç, paytaxtı London olan Böyük Britaniya, paytaxtı Paris olan Fransa, paytaxtı Brüssel olan Belçika, bax, fikir verin. Paytaxtı Amsterdam olan Niderland. Baxın, yaxınlaşdırıram, onu da paytaxtdan görəsiniz. Amsterdam olan Niderland yerləşir. Paytaxtı Berlin olan Almaniyada Şimal dənizinin sahilində özünü göstərir. Paytaxtı Stockholm olan Danimarkada, daha doğrusu Kopenhagen olan Danimarkada özünü göstərir. Bax, fikir verin. İndi burada baxaq görək çaylar hardan keçir. Bax, bu Almaniyadan Reyn çayı keçir, Reyn çayı. Keçir Niderlanda. Niderlanddan tökülür Şimal dənizinə. Reyn çayı. Bəli. Sonra bu Almaniyanın ərazisində bu hissədən, baxın, bax buradan. Görürsünüz buranı. Bəli. Üstünə baxın nə yazılıb.
Oxuya bilmədiniz, eləmi? Yox. Elba. Ha, Elba. Bəli. Baxın, indi fikir verin. Hı. Elbanı elə yaxınlaşdıracağım ki, tam görə biləsiniz. Bir dəqiqə. Baxın indi. Bax bu Elba çayıdır. Gedir şeyin içinə doğru. Hələ baxın. Almaniyanın içinə doğru gedir. Bax burada Hamburg şəhəri var. Almaniyanın şəhəri. Keçir. Baxın, fikir verin. Keçir gedir. Bax. Diqqət edin bura. Görürsünüz? Gör, Elba, görürəm, bəli. Elba Almaniya ərazisindən tökülür bax Şimal dənizinə. Bax bunlara dəqiqliklə baxarsınız, bunlar biraz aktual suallardır, gəlir. Bu 6 dənə çay biraz aktualdır. Sonra Polşa ərazisinə baxırıq. Polşanın paytaxtından Varşava. Görürsünüz? Varşava. Varşava ilə Visla çayı keçir paytaxtdan. Hı. Baxın, görürsünüz buranı. Bax, üzərinə də yazılıb Visla çayı. Ha. Baxın, buradan keçərək Polşa ərazisindən gedir, tökülür düz Baltik dənizinə. Bir də bu Polşanın ərazisindən, indi bu burada biraz xırda çaydır, bir dəqiqə. Görək görsədir bunu burada. Hə. Bir də burada Oder çayı. Baxın. Burada Polşanın ərazisindən yenə Oder çayı keçərək gedib Baltik dənizinə tökülür. Dolayısıyla Polşa ərazisindən Baltik dənizinə tökülən bir Oder çayı, iki də Visla çayıdır. Almaniyanın ərazisindən keçərək Niderland ərazisindən Şimal dənizinə bir Reyn çayı, bir də Almaniyadan Pramoy Şimal dənizinə Elba çayı tökülür. Aydındır. Bəli. Bir də biraz da tarixi hadisə haqqında burada məlumat verəcəm. Bayaq Neva çayına baxdıq, düzdür? Orada. Neva. Baxın bura. Bax bu Ladoga gölüdür. Yuxarı Onega. Bax bu Onega gölü ilə Ladoga gölünü bir-birinə Sivır çayı birləşdirir. Sonra bu Ladoga gölündən, bax bu hissədən fikir verin bu çaya. Görürsünüz bu çayı. Bəli. Bu çay vasitəsilə Rusiya ərazisindədir. Bax bu göl. Ladoga gölündən Neva çayı başlayaraq gəlir Fin körfəzinə tökülür. Bax bu Fin körfəzidir. Özdə Neva çayı 1703-cü ildə 1-ci Pyotr tərəfindən, Rus çarı 1-ci Pyotr tərəfindən salınmış Sankt-Peterburg şəhərindən keçir. Sankt-Peterburg şəhəri 1712-ci ildə Rusiyanın paytaxtı olur. Düz 1917-ci ilə qədər. Bəli, bax buradan da Neva çayı Rusiya ərazisindən Fin körfəzinə tökülür. Bir də var Sena çayı. Sena çayı. Paris Fransanın paytaxtıdır. Baxın, Fransanın paytaxtı Parisdən keçərək, baxın bura, o Eiffel qülləsinə yaxın ərazidən, Parisdə. Fransanın paytaxtı Parisdən keçərək gedir, bax, fikir verin bura. Bax, gedir. Fikir verin, bax, yolu aparıram ki, tam görəsiniz.
Bax Bəli, orada. bəli. Gəlir tökülür burada Lamaş boğazına. Lamaş boğazı. Boğaz nədir? Bax iki quru parçasını bir-birindən ayıran ensiz su hissələri. Ha, Bax aydın. görürsünüz buradakı Böyük Britaniya ölkəsini Avropadan ayıran bu ensiz su sahəsinə boğaz deyilir. Lamaş boğazı. Bəli. Tarixdə Lamaş döyüşü deyə bir döyüş var. 1588-ci il. Bunu da qeyd eləyərsiniz. Hələ Lamaş boğazına tökülür Sena çayı. Sena çayı keçir Fransanın paytaxtı Parisdən. Tarixdə də 1588-ci il İngiltərə ilə İspaniya arasında Lamaş döyüşü var ki, bu Lamaş döyüşündə İngiltərə İspaniyanın məğlub edilməz armadası. Məğlub edilməz armada dəniz qoşunlarıdır. Dəniz qoşunlarını məğlub edərək dənizdəki gücü əlinə keçirir. Aydındır. İndi baxın, Bəli. orada dediyimiz eyni prosesi burada xatırladaq. Baxın, oradakı Reynlə Elba töküldü Şimal dənizinə, Odra ilə Visla Bəli. isə töküldü Baltik dənizinə, ardıcıl şəkildə, B variantı. Bunlar da mütləq qeyd edib, bunları əzbərləyərsiniz. Yaxşı, Bəli. keçək növbəti qəbullarımızdan birinə. Şərti şairlərin aid olduğu faydalı qazıntılar və bu ehtiyatlara daha zəngin olan müvafiq ölkələr. Faydalı qazıntının daha zəngin olduğu ümumən faydalı qazıntı nədir? Bunu haqda danışmalıyıq. Faydalı qazıntı yerin dərinliklərindən çıxarılan qazıntılardır. Bunlar metallarda ola bilər. Yanacaq mənşəlilər ola bilər. Qeyri-metallarda ola bilər. Bəli. Məsəl üçün, burada baxın, elə bir ki, X hərfi çəkib, ikini qaralamısan. Oxşuyurmu X Bəli. hərfinə? Bəli, bəli, oxşuyur. Bax, bu elə xromit. Xromit metalıdır. Bəli. Bəli. Xromit, yadınızda saxlayın ki, xromit. Belə deyək. Bəli. Dəmir ki, necə qara metaldır, dəmir ağır metallar qrupuna daxildir. Xromit də dəmir kimi bir metaldır. Bax, ikinci bir görürsünüz, kosa papağı, içi ağ. Bu nədir? Bəli. Kosa papağına oxşuyub, içi qaradırsa bu neftdir. İçi ağdırsa bu qazdır. Qazın rəngi olmur axı. Qazdır. Ha, qazdır onda bu. Bəli. Bax, bir də bu. İçi qara olub düzbucaq formasında verilən mis ehtiyatıdır, mis. Aydın. Bəli. İndi fikir verin. Müəllim, sizdən Bəli. saxlaya bilərik dərsimizi. Növbətdə davam eləyək. Az qalıbdır onsuz. Yorulmusunuz. Yo, bir işim var idi, bir xırda işim. İstəyirsiniz bir 10 dəqiqəlik işim var. İstəyirsiniz elə o dərsi Eybi yox. eləyək. Bunu Dərsin başlanğıcında bunu keçərik, sonra tarixə davam